Bugün sizə statuslu danışmaqdan və bahalı görünməkdən danışacağım. Bununla bağlı xeyli videolar çəkmişəm. Amma bəzi fərqlərə diqqət yetirməyinizi istəyəcəm. Çünki hamı düşünür ki, elə danışıram da, nə fərqi var ki? Amma fərqi çoxdur. Sizin danışığınız öz intellektinizdən, məsuliyyətinizdən, xarakterinizdən, həyat vərdişlərinizdən, gündəlik məişət həyatınızdan belə xəbər verir. Bunu süni şəkildə etmək mümkündürmü? Yox. Bunu öyrətmək mümkündürmü? Bəli. Məsələn, xanımlara şarmlı danışıq, estetik nitq və özünü düzgün ifadə, öz güvənlə yanaşı öz dəyər, özünü göstərməyin, özünü üzə çıxarmağın, təzahür etməyin müxtəlif şəkilləri. Bütün bunların hamısını mən statuslu danışıq dərslərində keçirəm. Bu, kişilərə də aiddir. Kişilər də bu dərslərdə iştirak edib, daha elit, daha doğru və daha düzgün danışıqdan istifadə edib, xarizmatik nitq əldə edə bilərlər. Qoşulun, fərqi görəcəksiniz. Bu mənim əsas və inam yaradacaq sözümdür. Əmin olun ki, fərqi görəcəksiniz.